Mirzəli müəllim, mən əlavə bir neçə sual da vermək istəyirəm. Cəmləşdirib bir yerdə sualımı təqdim eləmək istəyirəm. Bəzən olur ki, istər Bakı şəhərimizdə, Azərbaycanın müxtəlif bölgələrində qurban ətini pulla alırlar. Məsələn, hansısa bir qəssabxanada və yaxud hansısa bir şəxs evində bir heyvanı saxlayır, 5 ay, 6 ay, 1 il saxlayır ki, mən bunu Qurban Bayramı günü kəsib satacağam. Bu doğrudurmu? Pulla alınan qurban payı sayılırmı? Birinci sualım bundan ibarətdir. Və ikinci sualım yenə də mənim özümün şahidim olduğumda və eşitdiklərimdə bizim bəzi bölgələrimizdə təbii qurban kəsilən zaman dua oxunur. Qurban duası oxunur. Dua oxunur, qurban kəsilən heyvan kəsilir. Amma bəzi bölgələrimiz var ki, o qurban payı almaq istəyənlər, misal misal olaraq özümü deyil, misal olaraq mən bir heyvan kəsəcəm, 100 kiloluq bir heyvan da kəsəcəm və yaşadığım kənddə, rayonda insanlara deyirəm ki, kəsəcəm, kim istəyirsə 2 kilo, 3 kilo əvvəldən yazılsın və həmin yazılan insanlarda duz götürürlər, bir miqdar duz götürürlər, bunu hər hansı bir din xadiminə həmin qurban duasını oxutdururlar və qurban kəsən şəxsə verirlər. 30 evdən, 20 evdən gələn duzlar qarışdırılır bir yerə, qurban kəsilən zaman həmin duz heyvanın boğazına tökülür. İndi burada sualım nədən ibarətdir? Birinci sualımı verdim. Bu düzgündürmü? Ümumiyyətlə belə bir şey varmı dilimizdə? Biz duza qurban duasını oxutduraq və onu qarışdıraq, heyvanın boğazına kəsək. Hətta özümün şahid olduğum və eşitdiyim duz oxunmayıb, o evə verilməyibsə, o qurban əti, qurban payı sayılmaz. Qurban əti sayılmaz. Zəhmət olmasa. Deməli, qardaş, bir neçə nəfərin yığılıb bir malı alıb onu qurban adı ilə kəsmələri Peyğəmbərin sünnəsinə uyğun deyil. Yəni o qurban sayılmır. Çünki sən zaten o pulu veribsən, onun ətini alıbsan. Sən burada öz pulu verib ət alıbsan. Digər günlərdə fərqi yoxdur da. Normal günlərdə olduğu kimidir. Çünki qurbanın mənası nə əvvəldə qeyd elədi, fəda eləməkdir. Bir insan, bir imkanlı şəxs hər ikisinin öz səviyyəsində, gücü çatdığı qədərində bir malı alır və ona duanı oxuyur. Allah rızası üçün həmin heyvan Allah rızası üçün qurban kəsir və ehtiyacı olan insanlara paylayır. Əgər 5 nəfər, 10 nəfər, Azərbaycanın bir çox bölgələrində bu cürdür. Biz tərəfləri də bu cürdür. Bir neçə ailə yığılır bir yerə, bir heyvanı alırlar və həmin heyvan qurban kəsib daha sonra onu qurban payı olaraq götürürlər özlərinə. Bu qurban sayılmır. Çünki sən zaten normal günlərdə olduğu kimi həmin pulu veribsən, yəni də həmin əti götürübsən oradan. Sadəcə 10 nəfər bir yerdə bir dənə ət alıbsınız, sanki belə bir formada olur. Bu qurban əti sayılmır və Peyğəmbərimizin sünnəsində belə bir şey yoxdur. Amma burada bir şey diqqət eləməliyik ki, bunu elədiyimiz zaman, əgər bizim niyyətimiz bu olsa ki, İlahi, mən sənin rızan üçün mənim bu günləri mənim də evimdə və yaxud da ki, nə bilim, mənim də qohumlarımda bu bayram sevinci yaşansın, mən onu alıram, qurban payı olmur zaten, bu qurbanlıq deyil. Amma Allah rızasına həmin ətdən, həmin paydan müəyyən bir məbləğini də, müəyyən bir hissəsini aparıb daha bir ehtiyaclı bir insana verirəmsə və yaxud da ki, öz ailəmi yedizdirirəmsə, onun özünün də əcri mükafatı var. Çünki Allah rızası olacaq, bəli. Amma yəni qurban payı olaraq qurban payı sayılmayacaq. Çünki qurban payı olması üçün bir nəfər kəsməlidir, bir nəfər almalıdır və onu verməlidir Allah yolunda. Ola bilər belə eləsinlər. Bu cür olsa daha gözəl olar. 15 nəfər, 20 nəfər yığılsınlar bir yerə, bir mal alsınlar, onu kəssinlər, ehtiyacı olan insanlara paylasınlar. Nəinki özümüzə ət verib, özümüzə, yəni pul verib özümüz üçün qurban kəsmək. Yəni belə bir forma olmasın ki, bu da qurban sayılmır. Hər bir halda pul verib aldığımız qurban payı sayılmaz. Bəli, qurban payı sayılmaz. O sualınızın ikinci hissəsinə gəldiyimiz zaman isə dua oxumaq var ki, duanı da əsasən qurban kəsilən heyvanın bıçağın, alətin üstünə oxuyarlar ki, orada duanın mənası bundan ibarət. La, mən sənə görə qurban kəsirəm, sənə ötürü bunu kəsirəm, bunu məndən qəbul et. Necə Həzrəti İbrahim əleyhissalam kəsmişdi, mən duzu kəsirəm. Duanın məzmunu bundan ibarətdir. Amma götürəsən bir neçə ailədən duz yığasan, duayı oxuyasan və gətirib heyvan boğazına duz tökəsən, şəriətdə belə bir şey yoxdur. Əksinə müstəhəbdir, bəyənilən bir şeydir ki, qurban kəsilən heyvana su verəsən və ağzına bir şirinlik qoyasan. Ki, çünki Allah yolunda qurban kəsdir, bu o niyyətlə. Ürfən belə bir şey var, amma nəinki duz oxunsun, bir neçə ilə yığılsın və heyvanın boğazına tökülsün və sonra həmin heyvana su şəkildə qurban kəsilsin, belə bir şey yoxdur və o ki, dediniz, bəzən hətta onu qurban da hesab eləmirlər o əti, yox, belə bir şeylər yoxdur.